Buz qabığı güzgülü kitab. Əlinə götürəndə özünlə göz-gözə gəlirsən. Bu isə qıfıllı kitab. Əsərə davam etmək üçün ipucularını tapıb qıfılı açmalısan. Azərbaycan kitab tarixinin bu unikal yeniliklərinə ölkəyə səs salan kitab festivalında rast gəldim. Bilmirəm xəbəriniz var ya yox, Expo mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Festivalı keçirilir. Paytaxtda bu böyüklükdə mədəni hadisə ildə 1-2 dəfə olur. Expo mərkəzin nəhəng salonunda hər yer kitabla bəzədilib. Ölkənin ən məşhur nəşriyyatları burada məskən salıb. Oxuculara endirimli qiymətlərlə bir-birindən maraqlı minlərlə kitab təqdim olunur. Salona girişdəcə kəraməti gördüm. Onun mikroavtobusdan çıxıb makro salona təşrif buyurması sevindirdi məni. Festivalda hər janrda, formada, ölçüdə, hər səviyyədə, hər yaşa, hər cinsə, hər zövqə uyğun kitab var. Sanki göydən kitab yağır. Kitablar vərəq-vərəq adamı qucaqlayır. Çox möhtəşəm aurası var buranın. Burada nələr diqqətimizi çəkdi, gəlin göstərim. Məsələn, Kritika nəşriyyatında 10 manatlıq uşaq kitabı alsaz, uşaqlar üçün sürpriz hədiyyə təklif olunur. Leylanın bəxtinə qol saatı düşdü. Burada həmçinin 20 manatlıq alış-veriş etsəz, tanınmış ziyalıların masa üstü şəkilləri hədiyyə olaraq verilir. Festivalda robot it ilə də qarşılaşdıq. Mingəçevir Dövlət Universitetinin tələbələrinin hazırladığı bu dəmir 4 ayaqlı uşaqlar üçün əsl əyləncədir. Mayak nəşriyyatında isə fərqli kitablar diqqətimi çəkdi. İlk dəfədir ki, güzgülü kitab görürəm. Kitaba başlayarkən ilk özünü görməyin insanı sanki özü ilə üz-üzə qoyur. Qıfıllı kitab isə detektiv əsərdir. Əsərin ortasından sonra detektivə qoşulub ipucularını tapsan, qıfılı açıb əsərin davamını oxuya biləcəksən. Bax belə həyəcan və macəra dolu bir aurası var bu festivalın. Əgər ürəyinizdən atışdırmalıq nəsə keçsə, foyedə və içəridə çay, kofe və şirniyyatların satıldığı kafeteriyada var. Bura necə gedim deyə maraqlanırsınızsa deyin bilin. Bakı Expo mərkəzi hava limanına gedən yolda solda yerləşir. Hər gün Elmlər Akademiyası 28 may və Koroğlu stansiyalarından xüsusi avtobuslar oxucuları festivala pulsuz şəkildə aparıb gətirir. İmkan tapsaz gedin, balacaları da aparın. Hətta heç nə almasaz belə bu kitab cənnətini ziyarət eləyin. Özünüzə, ailənizə mənalı, dəyərli bir gün bəxş eləyin.